Salam əziz şagirdlər, bu gün sizinlə test toplusundan rasional kəsirlər bölməsinin kəsirlərin ixtisarı, dəyişənin mümkün qiymətlər çoxluğu alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 33 nömrəli sualdır və sualda deyilir. İfadəsini sadələşdirmək tələb olunur. İfadəni köçürək 27 üzərinə gəl 27a üzərinə gəl 9a kvadratı üzərinə gəl a kubu. Bu ifadənin a kvadratı üzərinə gəl 6a üzərinə gəl 9-a olan nisbəti soruşulur bizdən. İlk əvvəl sürətdə ifadəni hasil şəklində göstərməyə çalışaq. Bunun üçün qruplaşdırma eləyək. A kubu ilə 27-ni bir qruplaşdıraq. A-nın kubu üzərinə gəl 27 üzərinə gəl. Digər ifadələr isə 9a kvadratı üzərinə gəl 27a kimi bir baxacağıq. Məxrəci kvadrat ifadədir, müxtəsərlə yığmaq olar, lakin onu saxlayacağam hələ ki, o bizim üçün bir maneə təşkil eləmir. Sürətdə ilk iki ifadə a-nın kubu üzərinə gəl 3-ün kubudur, onu düsturla açılışını yazacağım. A üzərinə gəl 3, a-nın kvadratı çıx 3a üzərinə gəl 9. Daha sonra üzərinə gəl. Bu iki ifadə işimiz bitdi. Digər iki ifadədə biz 9a-nı mötərizə xaricinə çıxara bilərik ki, 9a-nı mötərizə xaricinə çıxarsaq, a üzərinə gəl 3 alarıq. Və məxrəcimiz qalır. A kvadrat üzərinə gəl 6a üzərinə gəl 9. Sürətdə a üzərinə gəl 3-ü ortaq məxrəc çıxarırıq. Daha sonra qalır a kvadratı çıxılsın 3a üzərinə gəl 9 üzərinə gəl 9a. Və məxrəcdə də a kvadratı üzərinə gəl 6a üzərinə gəl 9 yazdım. Diqqətlə baxsaq, a kvadratı bu ifadədə -3a və müsbət 9a-dır. Sadələşdirsək, a kvadrat üzərinə gəl 6a üzərinə gəl 9 alacağıq. Yəni, məxrəcdə və sürətdə eyni vuruq var, onları ixtisar eləyə bilərik. A üzərinə gəl 3 qalacaq. Cavablarda E variantında 3 üzərinə gəl A verilib. Düzgün cavabımız E variantı. Keçək növbəti suala. 44 nömrəli sualdır. Və sualda deyir ki, kəsir ixtisar edin. Məxrəcdə ifadə var. Sürəti ilk əvvəl 8/4-ün üzrlü sayın 8 yazdım. 8-i 4 vur 2 kimi göstərsək, x/4-ün kvadratı çıx 1-ə də 1-in kvadratı deyə bilərik. Daha sonra biz burada məxrəcdə diqqətli baxırıq. X çıx 2-nin kubu ifadəsi var. Bir də 2 çıx x-in kubu ifadəsi var. Bu iki ədədə baxsaq, x çıx 2 və 2 çıx x qiymətcə, modul qiymətcə bərabərdirlər, lakin işarəcə əks ədədlərdir və onların kubları verilibsə, biz burada deyək ki, aşağıdakı ifadəni x çıx 2 kimi yazıb qarşısına bir mənfi ata bilərik və kub da üstə duracaq. Çünki tək dərəcədir, bu ifadənin qiyməti mənfi eləyəcək. Və bu yazdığımızı, yəni qiymətləri bərabər işarələr əks olduğuna görə bu yazdığımızı misalda qeyd etsək, x çıx 2-nin kubu çıxılsın x çıx 2-nin kubu olacaq. Üzərinə gəl x üstü 4, üzərinə gəl 1 almış oluruq. Burada bu iki ifadə islah gedir. Sürətdəki ifadəni müxtəsər olma düsturundan açsaq, kvadratlar fərqidir. X üstü 4 çıxılsın 1, x üstü 4 üzərinə gəl 1 alınır. Məxrəcdə də bizdə x üstü 4 üzərinə gəl 1 qalmışdı. X üstü 4 üzərinə gəl 1-lər ixtisar getsə, qalacaq x üstü 4 çıxılsın 1. X üstü 4 çıxılsın 1 bizdə düzgün cavab B variantını verir. Növbəti suala baxsaq, növbəti sual 49 nömrəli sualdır və kəsiri ixtisar etmək soruşulur. A üstü 2n üzərinə gəl 2 çıxılsın A üstü 2n məxrəcimizdə
A üstü 2n üzerine gel 3 çıxılsın 2 A üstü 2n üzerine gel 2 üzerine gel A üstü 2n üzerine gel 1 şeklinde verilib. Gəlin burada həm sürətdə, həm məxrəcdə ortaq vurğu mötərizə xaricinə çıxaraq sürətdəki ifadələrə baxsaq, görərik ki, A üstü 2n üzərinə gəl 2 və A üstü 2n verilib. Deməli, burada kiçik olan ortaq vurğudur. Hər ikisində A-nın vurğuları olduğuna görə A üstü 2n-i mötərizə xaricinə çıxarırıq. Burada A üstü 2n üzərinə gəl 2 olduğuna görə qüvvət üzəri toplanıbsa, deməli bizdə vurma olacaq. Yəni A üstü 2 çıxılsın 1 kimi yaza bilərik. A üstü 2n-i A üstü 2n-ə böldükdə 1 qalır. Daha sonra məxrəcdə isə ortaq vuruq A üstü 2n üzərinə gəl 1-dir. Çünki ən kiçik 2n üzərinə gəl 1 yazılıb burada. Burada 2n üzərinə gəl 1 çıxarsaq olacaq A kvadratı çıxılsın 2A. A üstü 1 qalır burada. Və üzərinə gəl 1. Bərabərdir. Düşürük aşağı. A üstü 2n. Hələ ki bunu saxlayıram. A kvadratı çıx 1-in. A çıx 1, A üzərinə gəl 1 kimi müxtəsər durma açılışını yazacağım. Daha sonra A üstü 2n üzərinə gəl 1-i A üstü 2n vurulsun A kimi yazaq. İxtisarda daha sadə görünsün. Mötərizədəki ifadə isə A çıx 1-in kvadratının açılışıdır. Onu qaytarıb yığaq. İndi misala diqqətlə baxsaq, görərik ki, sürətdə və məxrəcdə A üstü 2n-ləri ixtisar etmək olar. A çıx 1-dən sürətdə 1 ədəd var, məxrəcdə 2 ədəd var, kvadrat gedir və ifadənin sadələşməsindən sürətdə A üzərinə gəl 1 qalır. Məxrəcdə A vurulsun A çıx 1 qalır. Bu ifadə mötərizəni vurub açıblar variantlarda düzgün cavab tapmaq üçün A-nın kvadratı çıx A kimi görünür. Bu isə bizdə B variantını verir. Keçirik növbəti suala. Növbəti sual 54 nömrəli sualdır. Və sualda deyilir ki, x böyükdür 1 olduqda x vurulsun modulda plus x bölünsün x-in kvadratı üzərinə gəl x çıxılsın 2 ifadəsini sadələşdirmək tələb olunur bizdən. Və şərtimizdə x-in 1-dən böyük olduğu verilib. X 1-dən böyükdürsə biz bu ifadəyə baxırıq. Görürük ki, modulda olan ifadə x 1-dən böyük olduqda işarəsi mənfi olacaq. Yəni bu moduldan əks işarə ilə çıxmalıdır. X vurulsun x çıx 1. Yəni 1 x-in əksi x çıx 1 kimi açılır. Və indi biz məxrəcdəki ifadəni vurgulara ayıraq. X-in kvadratını saxlayaq. Müsbət x vuruğunu biz çıx x üzərinə gəl 2x kimi 2-yə bölsək, çıx 2 yaza bilərik. Və burada məxrəci sadələşdirəcəyik. İkisindən x-i mötərizə xaricinə çıxarırıq. X vurulsun x çıx 1 eləyir. Daha sonra son 2 çox əllidən 2-ni mötərizə xaricinə çıxarırıq. Üzərinə gəl 2 x çıx 1 eləyir. Sürətimiz qalıb x vur x çıx 1-dir. Bərabərdir. X vur x çıx 1. X çıx 1-i mötərizə xaricinə çıxarsaq, x üzərinə gəl 2 almış oluruq. X çıx 1-lər ixtisar gedərsə, sürətdə x, məxrəcdə isə x üzərinə gəl 2 qalacaq. Bu da bizdə düzgün cavab olaraq C variantını verir. Növbəti sual 64 nömrəli sualdır. Sualda deyilir ki, emin neçə tam qiymətində kəsrinin qiyməti tam ədəddir. İlk əvvəl misalımızı köçürək. 6m çıx 12 bölünsün m kvadratı çıx 3m üzərinə gəl 2 ifadəsini sadələşdirməliyik. Sürətdən 6-nı mötərizə xaricinə çıxarsaq, m çıx 2 alacağıq. Məxrəcdə olan ifadəni vurğulara ayıraq. Kvadratını saxlayırıq. Mənfi 3m biz mənfi m çıx 2m kimi
2 hissəyə ayırsaq, üzərinə gəl 2 yazıb, burada da yenidən qruplaşdırma eləyəcəyik. M kvadratı çıx M ifadəsindən M-i mötərizə xaricinə çıxarırıq. M çıx 1 alırıq. Çıxılsın 2-ni mötərizə xaricinə çıxarırıq. M çıx 1 alınır. Sürətdə 6 M çıx 2 yazılıb. Baxırıq ki, 6 M çıx 2-nin M çıx 1-i mötərizə xaricinə çıxardıqda M çıx 2 rolunu alırıq və biz artıq M çıx 2-ləri burada ixtisar eləyə bilərik. Lakin M çıx 2-ni sürət və məxrəci böldüyümüzə görə dərhal burada kənarda M bərabər deyil 2 şərtini yazırıq. Yəni məxrəc 0 ola bilməzdir. Daha da sonra davam edirik. 6 bölünsün M çıx 1 şəklini alır. Bundan sonra artıq biz bilirik ki, bu ifadənin tam qiyməti olması üçün 6-nın M-1-ə bölünməsi lazımdır. Yəni M-1 olmalıdır 6-nın bölənləri. Sadəcə tam bölənləri. Biz də 6-nın bölənlərini, natural bölənləri 1, 2, 3 və 6 və təbii ki, onların da mənfiləri. -2, -3 və -6 ola bilər M-1. Sadəcə burada ilk öncə baxsaq, görərik ki, 8 qiyməti olur, lakin bizdə M-in 2 ola bilmədiyi götürmüşdük daha əvvəl. M2 ola bilmirsə, yəni M-in 2 olduğunda bu ifadəyə fikir versək, M2 olduğunda bura 1 olurdu. Yəni, bax, bu ilk şərtimizin ödənməsi mümkün deyil. Çünki bunun üçün gərək M 2 olardı. Bu səbəbdən bu halı atırıq, digər halların hamısını götürə bilərik. Bizdə düzgün cavab eləyir 7 tam qiymətində. Davam edirik. Növbəti sualımız 65 nömrəli sualdır. Deyir ki, kəsri ixtisar olunandırsa, B-nin ala biləcəyi ədədi qiymətlərin cəmini tapın. Burada da sürəti birinci fırıqlara ayıraq. A kvadratı çıxılsın 3A çıx 4-dür. Məxrəcimizdə isə A-nın kvadratı çıx B ifadəsi verilib. Bunun üçün də ilk əvvəl ortadakı vurğu 2 hissəyə ayıraq. A-nın kvadratı üzərinə gəl A çıxılsın 4A çıx 4 kimi göstərə bilərik. -3-ü 1 çıx 4 kimi parçaladıq. Məxrəcdə A kvadratı çıx B hələ ki qalsın. İndi biz nəyə baxırıq? Görürük ki, ilk 2 mötərizə xaricinə çıxarsaq ilk əddən A-nı çıxarırıq. A üzərinə gəl 1 alınır. Çıx 4-ü mötərizə xaricinə çıxarırıq buradan. A üzərinə gəl 1 alınır orada. Və məxrəcdə A-nın kvadratı çıx B yazılır. A üzərinə gəl 1-i mötərizə xaricinə çıxarırıq. Hər iki vurğuda var. A çıx 4 almış olur. Və burada da A-nın kvadratı çıx B verilir. Biz bilirik ki, sürət və məxrəcin ixtisar olunması üçün məxrəcdə də sürətin vurğularından olmalıdır. Ya A üzərinə gəl 1, ya da A çıx 4 olmalıdır. Yəni, əgər A-nın kvadratı çıx B bərabərdirsə, A üzərinə gəl 1 vurulsun, hansısa bir başqa vurul. Təbii ki, biz bilirik ki, bu kvadratlar fərqinin açılışıdır. Deməli, burada da A çıx 1 olmalıdır. Belə olan halda biz alırıq ki, B 1 olmalıdır. Yəni, A-nın kvadratı çıx 1 olardısa, onun açılışı A üzərinə gəl 1, A çıx 1 olacaqdır və burada A üzərindəki 1-lər ixtisar gedirdi. Lakin ikinci halda mümkündür. A-nın kvadratı çıx B həm də bərabər ola bilər eyni zamanda A çıx 4 ikinci A çıx 4 ilə ixtisar getmə ehtimalına görə və təbii ki, onun məntiqi ardıcıllığı A üzərinə gəl 4 ola bilər ki, bu halda da B-miz bu ifadə A kvadratı çıx 16 olacağına görə B-miz olmalıdır 16. 16. Deməli, B-miz həm 1 ola bilər, həm də 16 ola bilər və sıfırdan fərqli demişdik. Şərtimiz ödənilir. B-nin ala biləcəyi qiymətlərin cəmi soruşulur. Bizdə də 16 üzərinə gəl 1. Düzgün cavab eləyir 17. Bununla da bu mövzuya aid suallarımızın izahı sona çatdı. Növbəti videolarda görüşənədək.